Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, İmam Zaman əleyhissalamın zuhurunun əlamətlərindən biri də və ağanın xüsusiyyətlərindən biri də budur ki, o zuhur edən zaman carçı göylərdən nida edəcəkdir. Necə ki, Allah təbarək və Teala Qaf surəsində belə buyurmuşdur. Carçı, yəni car çəkib səslənən, yaxın yerdən nida edən gün ona qulaq asın. Bu ayənin təfsirində İmam Sadiq əleyhissalamdan belə rəvayət olunubdur ki, carçı qaimin və atasının adı ilə nida edəcəkdir. Qərb və şərqdə olanların hamısı bu nidanı eşidəcəklər. O səsin qorxusundan yatmışlar oyanacaq. Ayaq üstü olanlar əyləşəcəklər və oturmuş halda olan insanlar isə qorxularından ayağa duracaqlar. O səs Cəbrail əleyhissalamın səsidir və çox güman ki, Ramazan ayının 23-də eşidiləcəkdir. Bu haqda olan hədislərimizin çoxluğu o qədərdir ki, hətta təvatür halında vurub keçmişdir. Təvatür o hədislərə deyirlər ki, həm sünni qardaşlarımız tərəfindən, həm şiyələr tərəfindən yekdilliklə qəbul olunub və sayı həddindən artıq çoxdur. Fələklərin, kainatın və səmavi cisimlərin hərəkəti azalacaq və yavaşlayacaqdır. Hədislərdə gəlmişdir ki, kainatın hərəkət sürəti bir müddət azalacaq və daha sonra Allah Teala yenidən hər bir şeyi bərpa edəcəkdir. İmamın digər bir xüsusiyyəti budur ki, Həzrəti Əli əleyhissalamın öz dəsti xətti ilə yazdığı müshəf İmam Zaman əleyhissalamın yanındadır. Elə ki, Həzrəti Əli əleyhissalam Peyğəmbərin vəfatından sonra Qur'an-ı Kərimi ayə və ayə necə ki əvvəldən nazil olmuşdu, hansı ayə əvvəldə, hansı surə sonradan ardıcıl olaraq Qur'anı mükəmməl şəkildə yığmış və onu səhabəyə təqdim etmişdi. Səhabə isə bu Qur'anı qəbul etməkdən boyun qaçırtdılar. Daha sonra Həzrəti Əli əleyhissalam məcbur oldu, həmin müshəfi gizlətdi. Həmin Qur'an indiyə kimi qorunmaqdadır. Həzrəti Sahib Əz-Zaman əleyhissalam zuhur etdikdə Qur'an onun əlində olacaq. Həmin Qur'anın bizim əlimizdə olan Qur'anla fərqi sadəcə tərtib baxımındandır. Həmişə o Həzrətin başı üstündə bir ağ bulud olacaqdır və həmişə o bulud Həzrətə kölgə salacaqdır. Və həmin buludun içərisindən bir mələk nida edəcəkdir ki, Ali Muhammedin Mehdisi budur. Onun mübarək səsini dünyanın şərq və qərbində yaşayan bütün insanlar və cinlər belə eşidəcəklər. Şükür Allaha ki, Allahın köməkliyi ilə danışdıqlarımın heç biri nağıl və rəvayət deyildir. Ki, inşallah yaxın gələcəkdə bunların şahidi olacaq. Allah möminlərimizi və İmam Zamanımızı qorusun inşallah.